Salam əziz Azərbaycan xalqı. Bugün 1-ci Vətən müharibəsi şəhidi Süleymanov Habil İsmailoğlunu böyük ehtiramla anırıq. Şəhid Süleymanov Habil 1975-ci ildə Şəmkir rayonunun Aşağı Seyfəli kəndində anadan olmuşdur. Ailənin 4 uşaqdan üçüncüsü olan Habil hər kəsin sevimlisi idi. O 1982-ci ildə Şəmkir rayonunun Seyfəli kəndində yerləşən Şəhid Natiq Abbasovun adını daşıyan orta məktəbdə təhsil almışdır. Məktəbi bitirdikdən sonra 1993-cü il martın 21-də Şəmkir rayonunun hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılmışdır. Habil Süleymanov hərbi xidmətini Tərtər rayonunun Talış kəndində etmiş, vətənə olan sevgisi ilə şücaət göstərmişdir. 1994-cü il aprelin 24-də Talış kəndində gedən qızğın döyüşlərdə başından 4 güllə yarası almışdır və 1995-ci il fevralın 25-də şəhadətə ucalmışdır. Şəhid Süleymanov Habil İsmailoğlu doğulduğu Şəmkir rayonu Seyfəli kənd qəbirstanlığında dəfn olunub. Şəhidimizin ruhu qarşısında baş əyirik. Məkanın cənnət, ruhun şad olsun şəhidim. Əziz həmvətənlər, unutmayaq ki, Azərbaycan torpaqları qoynunda yatan şəhidləri ilə müqəddəsdir.